Braziliyanın Belém şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konferansının 30-cu sessiyası çərçivəsində liderlər samitində iştirak edib. Bir çox ölkələrin dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlim dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə etmək üçün COP30-da bir araya gəliblər. Azərbaycanı bu tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Spiker Sahibə Qafarova COP30-un liderlər samitində çıxış edərək Azərbaycanın təşkilatçılığı ilə COP29-un əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib. Onun sözlərinə görə Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək bu prosesi qətiyyətlə həyata keçirib. COP29-da Azərbaycan tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı. Milli Məclisin sədri COP29-un öz üzərinə götürdüyü əsas mandatların reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə etdiyini xatırladıb. Onun sözlərinə görə bunlardan biri də Paris sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarını tənzimləyən qaydaların tamamlanmasıdır ki, bununla da o, Paris sazişinin qəbulundan 10 il sonra tam işlək hala gətirilib. Azərbaycan COP29-da Bakı maliyyə hədəfinin qəbul olunmasına nail oldu ki, bu da 2025-ci ildən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur. Bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bugünə qədər əldə edilmiş ən böyük maliyyə paketidir. Həmçinin COP29-da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim maliyyəsinin illik ən azı 1,3 trilyon dollara çatdırılması hədəfi ortaya qoyuldu. COP29 sədrliyi Paris sazişinin bütün əsas məqamlarını əhatə edən 14 təşəbbüsdən ibarət fəaliyyət gündəliyi hazırlayıb. Bu gündəliyin əsas məqsədi təkcə hədəflər müəyyən etmək deyil, həm də bu hədəflərə çatmaq üçün lazımi infrastrukturun yaradılmasına və əməli tədbirlərin həyata keçirilməsinə nail olmaqdır. Sahibə Qafarovanın sözlərinə görə COP29 göstərdi ki, hətta geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlik dövründə belə ölkələr bir araya gəlib ümumi mənafe üçün birgə hərəkət edə bilərlər. Bu, Azərbaycanın davamlı sınaqlarla üzləşməsinə baxmayaraq, bərqərar edə bildiyi çoxtərəfliliyin zəfərinin əsl nümayişi idi. Çıxışının sonunda Milli Məclisin sədri bir daha bəyan edib ki, COP29-da iqlim fəaliyyəti üzrə mümkün şərtlərin formalaşdırılmasından sonra COP30 iqlim planlarının daha da irəli aparılması üçün imkan təmin edir. Azərbaycan COP30 prezidentliyinin icra COP-unun baxışının reallaşdırılmasında COP30 prezidentliyini tam dəstəkləməyə və töhfə verməyə hazırdır.